Bax, indi siz deyirsiniz, maqnit sahəsi yaradır da. Bəli. Bu maqnit sahəsi insan səhhətinə bəs təsir eləmir ki? Elektromaqnit sahəsi çox güclü olarsa təsir eləyir. Amma elektrik avtomobillərində elektromaqnit sahəsi çox aşağı, yəni normadadır. Çünki bu belə deyim də müəyyən araşdırmalar var və s. Bir də o deyim ki, biz elektromaqnit sahəsi hər bir elektrik avadanlığının ətrafında olur. Hətta bizim işlətdiyimiz mobil telefonda bəlkə də daha çoxdur. Çünki orada nəinki elektromaqnit sahə, həmçinin onun antenasının bu tezlikləri təsir edə bilir də. Yəni orada biraz fərqlidir. Amma bizim işlətdiyimiz kompüterlər, televizor, bilmirəm, soyuducu, evdə olan hər bir elektrik avadanlığının ətrafında elektromaqnit sahə var. Hətta elektromaqnitin içində belə bəli, demək olar ki, hətta bizim bu dəqiqə istifadə etdiyimiz mikrofonda da elektromaqnit sahə yaradır. Hətta deyərdim ki, evdə mikro dalğalı sobalar var. Onun elektromaqnit sahəsi ən çox yayılandı. Hətta belə bir şeylər deyirlər ki, onun bilmirəm indi nə qədər doğrudur, yəni belə bir araşdırma etməmişəm ki, o işləyən zaman onun yanında 2 metr radiusda, məsələn 3 metr radiusda dayanmaq müəyyən səhhətə zərərlər verir, amma düşünmürəm ki, elə böyük bir şeydir. Çünki bu doğrudan da həqiqət olsaydı, onları qadağan eləyərdilər. Sözsüz ki, onun o yeməyi qızdırmaq məsələsində o qədər sağlam deyil. Amma ümumilikdə bu elektrik avadanlıqları bizim ətrafımızda hər zaman var. Evdə, işdə, avtomobildə, hətta öyrəşmişik də. Bəli, o daxili yanacaq mühərriki olan avtomobildə də elektrik maqnit sahə var. Yəni ki, bu hamısında var. Onu düşünmürəm ki, şeydir. Amma radiasiya biraz fərqli bir amildir. Məsələn, bugün radiasiya harda biz gündəlik qarşılaşırıq? Günəş işığında. Orada 3 növ şüa var, ABS. Məsələn, onun ikisi çox güclü radiasiyası var. Ultrabənövşə şüalar. Bəli, ultrabənövşə şüalar o radiasiyadır əslində. Hətta ondan eynəksiz həmin parlaq günəş altında gəzərkən gözlərə pis təsir eləyir. Hətta mən hər zaman deyirəm ki, bu saxta eynəklərdən istifadə etmək olmaz. Nəyə görə? Çünki onların şüşəsi tündür, amma orada həmin elektrobənövşə şüalardan qorunma filtri yoxdur. Və nə baş verir? İnsan onu taxaraq beyin bir siqnal alır ki, gözündə eynək var və göz tam olaraq açılır. Göz bəbəyi açılır və həmin şüaların göz dibinə və yaxud da bəbəyinə keçməsini asanlaşdırır. Və getib bir müddətdən sonra gözlər korlanacaqdır. Həmin eynəkdə qənaət etdiyi pulun 10 qatını verib əməliyyat elətdirmək məcburiyyətində və yaxud da ki, müalicə etmək məcburiyyətində qalacaqdır.